Salamlar hamıyam. Bugün yine devam edirik. New English File Student Book and Workbook'dan dersimize devam edirik. İndi isə bugünkü mövzumuz, növbəti mövzumuz A Moment in Time. Zamanda bir an deməkdir. Gəlin baxaq. Deməli, baxın prepositionlar burada işlənib bu mətndə deyir. At, in, on. In içində deməkdir. On üstündə deməkdir. At isə tarixlərin, vaxtların yanında işlənir. İndi baxaq. Deyir ki, what was happening when he took the photo? Deyir ki, nə baş verir, nə vaxt ki, sən görürsən fotonu. Daha doğrusu o. Grammar past continuous'dur. Qrammatikamız bugünkü, yəni ki, keçmiş davam edici zaman. Keçmiş davam edici zaman. Keçmişin feilləri hansılardır? Was, were, düzdür. Buraya yazaq. Was, were. Was, were keçmiş zamanda düzdür. Davam edici olması üçün nə olmalıdır? Üstə gəl feilin sonuna ayıncı artırmalıyıq. Yəni məsələn, were studying, were learning və s. Was bilirik ki, təklərlə işlənir, üçüncü şəxs və tək isimlərlə. Were isə cəmlərlə işlənir. İndi baxırıq, look at the photos, deyir bu şəkillərə baxın. Where are they? Onlar hardadılar? What do you think is happening? Nə baş verir burada? Gəlin baxaq görək, burada baş verənlər nədən danışır. Harry Benson spent 50 years taking dramatic and memorable photographs for national newspaper magazines. Deyir ki, Harry Benson 50 ilin dramatik və memory yaddaş deməkdir. Memorable yadda qalan, dramatik və yadda qalan fotoqrafı olub milli qəzetdə və məqalələrdə. How he talks, o deyir danışırdı about his best known picture, məşhur şəkillər haqqında. Baxaq birəm. I took this picture on August 9th, 1974. He was saying, baxın, was saying. Nə oldu bu? Keçmiş davam edici, yəni past. Deməli, past continuous. Yəni mənası deyirdi, gedirdi, yazırdı, ırdı, irdi ilə bitənlər. Goodbye to this cabinet and Whitehorse staff after the Watergate scat. Watergate ABŞ-da baş vermiş qalmaqalın adıdır. Watergate adlanır. Onu qeyd ediblər ki, indi baxaq, all his family were standing. Gördünüz, were standing. Gördünüz, otururdu olacaq mənası. Çünki past continuous davam edici zamanda. Use see from their face, deyir onun üzünü görürdü. What they were feeling, hiss edirdi. 2-yə baxaq. 2-dən in 1989 I was working in London in a story when suddenly I heard the news that the Russians were planning to make. Deyir ki, 1989-cu ildə mən çalışırdım Londonda hekayədə, nə vaxt ki, qəfildən mən eşitdim, qəzetimiz Rusiyada planlanır hazırlanmaq. Be an open city, şəhərdə, nə yazılıb? Berlin, Berlin şəhərində, deməli, so I got a plane. Mən deyir, ora uçmalı oldum. When I am in Berlin, many people, cavan var, young and old, qoca və cavan, were attacking the wall with stones. Nədir? Baxın, deyir, onun divarına daş toxundurdu, baxın. Burada daş harda var? Burada. Deməli, ikinci A mətnində ikinciyə aiddir. İndi gəlin 3-ü oxuyaq. When I took this photo, deyir, ona vaxt ki, foto götürdüm, deməli. We were in a hate room, nifrət edirdi.
otağına in Paris in 1964. Paris'te 1964-cü ildə John and Paul were at the piano and at nothing was happening gördünüz. Past continuous. Yəni baş verirdi. But suddenly amma qəfildən they become gəldi. Complete Fox. First the melody came and then the words. Deməli birinci deyir gəldi söz babies uşaq. Uşağın yaxşı to me you know she happy as can be you know. Yəni deyir ki o çox xoşbəxt idi, sən bilirsən. Onun uşağını yaxşı görürdü. They were composing their song I Feel Fine. Deyir onların kompozisiyası, onların mahnısı mən hiss edirdim yaxşıdır. Burada da kompozisiyadan söhbət gedir. Görürsünüz burada kompozisiyadan danışılır. Çünki mikrofon olan buradadır. Burada 3 gedir, yerdə qalır 1, bir də bura gedir. Şimdi gəlin baxaq burada nə deyir. Read the text again. Teksti oxu yenidən. Covers them and try to remember. Xatırlamağa çalış. What was happening when her took photos. Bir şəkil götürəndə nə baş verirdi? Həmin hissəyə baxaq. Look at the highlighted verbs in paragraph. What tense are they? Deməli, hansı tense form zaman feil deməkdir. Feilin zamanı. Burada da bizimki bugünkü zamanımızda past continuous'dur. Ondan gedirdi söhbət. İndi gəlin baxaq bura. Deyir reading, listening, oxuma və dinləmə. Look at the photo. Deyir şəklə bax. What can you see? Nə görürsən? Bu şəkildən gedir indi söhbət. Nə görürsən? What are they doing? Nə baş verir? Birinci heç buranı oxumadan özünüz baxın. Görün burada nə görürsünüz? Nə təsvir edə bilərsiniz? Məsələn, sevgili və ya yeni evlənmiş bir insan, yəni İngilizcə xəyalınıza gətirin. Ona aid sözləri düşünün. Əgər düşünəndə sizə çətin olursa yazın. Yəni bu sizə çox faydalı olacaq. Baxaq indi. Read what the photograph says and check your answer to what happened to the deyir şəkildə nə baş verir. What happened 30 years later. İndi 30 il gecikdim. Now listen to married. Burada sözə qulaq asmalıyıq. İndi mən də danışdığım üçün səs qoşamam. List again and merksən. Yəni ki, bunların true or false. Doğru və ya yanlış olduğunu seçməliyik. They always knew that their photos was famous. Onların şəkilləri məşhur idi. Kitabda olduğuna görə məncə məşhurdur. Gəlin mətni oxuyaq, sonra bu suallara cavab verək. Zaten çünki həm mətn səslənir, həm də burada var. Willie Ross talks about his most famous photo. Baxın, burada da yazılır famous photo. Deməli, bu truedur, doğrudur. Aha, indi baxırıq. İndi baxırıq mətnə. It was March 1957 and I was taking photographs in Paris. Deyir, martda 1957-ci ildə mən şəkil çəkirdim Parisdə. One afternoon, günorta, I went, mən istədim, up the Bastille and I saw two lovers on a balcony. Bastille balkonda, deməli, iki sevgili gördüm. They were standing very near each other. Bir-birlərinin yaxındılar. They were talking. Onlar danışırdılar. I took just one photo and they didn't hear me. Onlar məni eşitmirdi. I called it lovers at the Bastille. Deyir, mən zəng etdim ona. Luckily for me this photo. Bu uğurlu şəkil mənə, deməli, become göndər very popular in France. Populyada çox məşhur, Fransada çox məşhurdur. Son posters, bir poster tezliklə and postcard with my picture. Deyir mənə mənim şəklim ilə to lovers were everywhere. Bütün şəhərə yayıldı. But I never, amma mən heç vaxt bilmirəm who the two young people were. O iki cavan kimdir? They never contact me. Mənimlə əlaqə saxlamadılar. İndi burada nə deyir? 30 years later, I had exhibition of my photos in
this. I was talking to some friends. Mən danışdım dostlarıma və sad qəfildən a man came up to me and said, çağırdı. I know you two waters. They live near here. Deyir ki, mən bilirəm, sən iki sevgilisən. I can take you there if you want. Deyir, mən götürürəm sən istəyirsənsə. I immediately qərar qəbul etdi to go and meet them, görüşməyə. This was their story. Bu onların hekayəsidir. Baxaq indi burada nə deyir? Deməli, Marin saw the book with their photo in a bookshop. Yox, bu səhvdir. Bookshopda görünür. Belə bir şey oxumadım mətndə. When you photography took the photo, they were laughing. Gülməli idi, yox sevgiyə idi. Marin wanted her to stand near him. Yaxınlıqdadır, düzdür. They didn't know that the photo was taking their photo. Foto haqqında yox, bilmədi kimdir, düzdür, bilmirdi kimdir onlar. And was trying to kiss Marin. Yox, belə bir cümlə yox idi. Fikirləşir, onlar razılaşıblar toya. Belə bir cümlə də yox idi. They got married a year after the photo. Evlənmə haqlarında heç nə yoxdur. Married and Henry worked together every day. Bu haqda da heç nə yox idi, bəlkə də elə idilər. She says that she deyir, o deyir ona və Henry'yə very similar. Bu haqda heç nə yox idi. İndi vocabulary at in on prepositionlarına baxaq, hara qoymalıyıq. Mrs. Nixon left the White House. White House'u biz gördük, burada nə ilə işləndi? Gəlin baxaq. Aha, deməli bu mövzu mətnə aiddir. White House, baxın, boşluqdan sonra avqust. Tarix, aylar var. Tarixlərdən, aylardan sonra aylardan sonra daha doğrusu in gəlir. In qoydum. İndi baxaq bura. The Beatles were in the hotel'da olur. At boşluq room in Paris. Baxın, burada da hamısı in oldu. Çünki oteldən əvvəl in gəlir. In hotel, in Paris yer adlarından sonra əvvəl in gəlir və tarixlərdən sonra in gəlir. Bu aydan sonra in gəlir. Baxaq bura. Wheeler took the photo. Xoşluq. Burada da in olacaq. Yox, burada in olmayacaq. Çünki balkon aşağıda deyil, yuxarıdadır. Yəni yüksəkdədir, hündürdədir. Ona görə də biz yuxarıda onları. Məsələn, yol. Biz yolun altında getmirik ki, üstündə yolda məsələn in olacaq, balkonda on olacaq. Buradan da əvvəl dedik ki, in olur. In march. İndi burada da deməli, görürsüz rəqəmdir. Burada artıq at olacaq. Baxırıq home, home-la. İndi Henry, Margaret bir-birlərini görür everyday, hər gün. Home və verb-dən əvvəl nə yazmalıyıq? Əgər tapa bilmiriksə, mətndən baxıb tapa bilərik. Əgər biliriksə ki, bu sözdən əvvəl nə yazılır, rahatlıqla yaza bilərik. Home-dur, work-dur. Bunlar da həmçinin at-la işlənir. At home, tez-tez eşidirik. At work, evdə, işdə. Bunlara da at. İndi B-yə keçək. B-də nə deyir? Deməli, pronoun. Səsləndirmədir bu, yəni sözlər necə səslənir? About, about haqqında, exhibition, photographer, together. Çətin olan sözlərin tərcüməsindəyəm ki, bilin. Together birlikdə, balkonu, October. Listen again the words, practice making. Yenə burada sözləri oxuyuruq. Where were you at 6 o'clock in the evening? Deyirsən, hər gün saat 6-da hara gedirsən? Gedirdin daha doğrusu. I was at work. Mən işdəydim. I was at work. Mən işdəydim. What were you doing? Sən nə edirsən? Edirdin. I was having a meeting with the boss. Deyir, mən meeting edirdim mənim müdürümlə. With boss, müdürüm ilə. With ilə deməkdir. Best turns to answer the question about yesterday. Deməli, bu sualın cavabını tapırıq. Where were you at? Deyirsən, əsas qulaq asmalıyıq. İndi bizdə o səs yoxdur. Where were you at? Deyir ki, sən neçədə durduğunu soruşursan. Nəyi soruşur? Where you at? Sən
Haradaydın bu saat ərəfəsində? Baxın görürsüz burada saatların qabağında. Birində PM yazılır, birində AM. AM ilə PM yazılır ingilis saatlarında. Baxın burada saatlar görürsüz. Birinin qabağında PM, birində AM yazılıb. İngilis dilində saatlar PM və AM olur. PM axşam saatlarını bildirir, AM isə səhər saatlarını. Yadınızda saxlayın. Deməli 24 saatlıq şkalada 2 yerə bölürsüz. Deməli başlayır gecə 1-dən, gecə 12-dən səhər 12-yə qədər, düzdür? Bu AM olur. Yəni sübh vaxtlarını bildirir, görürsüz. Amma səhər 12-dən axşam 12-yə qədər artıq PM olur. Yəni axşama doğru olan saatlara düşür. Görürsüz, belə yadınızda saxlayın. Və gəlin baxaq indi başqa nə qaldı? Speaking, tell your partner about. Deyir, sən dostunla, partnerinlə bu məşhur foto haqqında danış. Discuss edin. Siz bu sualları verə bilərsiniz. Gəlin suallara baxaq. Bu suallar da sizin bir-birinizlə mətn qurmağınıza yardım edər. Do you have a photo you really like? Deyirsən bu şəkli xoşlayırsan. Who took it? Nə götürür? Əlbəttə foto kim götürür? What was happening at the time? Nə baş verir? Do you have any photos in your bedroom or living room? Deyirsən deməli sən otağında və ya yataq otağında və ya qonaq otağında olmasını istəyirsən bu şəkli. Do you like taking photos? Sən şəkil çəkməyi xoşlayırsan. Who is good at taking photos in your family? Deyirsən ailənin şəklini kim sizdə ən yaxşı şəkil çəkir ailənizdə? Do you like being in photos? Deyirsən xoşlayırsan şəkillə başlamaq. Şimdi sayın, bu suallara yəni cavab verərək bir-birinizə bu mətn haqqında danışa bilərsiniz. Məsələn, birinə gəlin cavab verək. Deyir ki, do you have a photo you really like? Sən həqiqətən də xoşlayırsan bu mətni? Yes, I do. Because famous picture, məşhur şəkildir. Deməli deyək ki, it's history, have its history, onun tarixi var və s. İndi keçirik workbook-a. Workbookda çalışmalardır. Grammar, past continuous, davam edici zamanda yazmalıq feillərin. Baxın, birində yazıb was sleeping. Mötərizədə sleep. Yəni sleepy, past continuous, yəni keçmiş davam edici zaman etmək üçün was və üstə gəl ayıncı artırıq. Yəni was sleeping, ay olduğu üçün təkdə was oldu. Yəni deyir ki, mən yatırdım mənim dostumla divanda. Nə vaxt ki, mənim anam gəldi evə. What baxın you-nu yazırıq birinci. What you. You-dan sonra you cəmdə olduğu üçün və ya talking ayıncı artırırıq. When I come in deyir ki deyir nə haqqında danışırdı mən gələndə. He didn't call you because his mobile phone. Deyir onun telefonu çalmadı çünki onun telefonu nə olmuşdu? Not olacaq. Don't work. Was working. Dilim dolaşdı. İşte yox idi. Deməli live. Live-ə ayıncı artırırıq və was living olur. Sonra I am sorry. You were watching olur. Baxın, heç bura tərcüməyə ehtiyac yoxdur feillər dəyişəndə. You, we, biz, və olur, biz cəmdədir və. Walk-da ayıncı artırıq və walking olur. She was driving olur. Ayıncı artırıq. It was snowing olur. Belə, indi baxırıq burada. Writing bizim when-lə yazmalıyıq. Nə vaxt ki, past simple and past continuous. Keçmiş və keçmiş davam edici zamanda. Görək hansına uyğundur şəkillər əsasən. They play tennis, start rain. İndi biz bunu cümlə kimi söyləyək. They were playing tennis when it started rain. İndi biz də bu cümləni o hala salmalıyıq. Gəlin baxaq. Birinci he gəlir, mübtədamız. İkinci were gəlir, zamanımız.
His were breaking zamanımız. He was daha doğrusu was breaking. When ne vaxt ki onun qıçı his leg skim. Sonra the boys. Burada da baxırıq birinci elə the boys gələcək. Mübtədamız isim gəlir. The boys bo boys oğlanlar cəmdədirsə were fighting when cümlə tamamlanır. When their father come home da yazılır. Gəlin bu cümləni də past simple yazaq. Deməli I sleep mən yatdım. I was sleep daha doğrusu was sleep mən yatdım. Nə vaxt ki when a dog eat a dog mənim deməli eat yedim my sandwich in the park. Parkda mənim sandviçimi yedi. Gördünüz bu da oldu keçmiş zaman. Yəni was it olanda was eating olanda olur. Keçmiş davam edici. Amma it eaten olanda olur keçmiş. Məsələn, indi baxaq burada we studied. Baxın keçmiş zamanı. Past simple da yazdıq. Sadə keçmiş zamanı. Ona görə ed artırırıq. Amma davam edici olsaydı was studying eləyəcəkdik. Studied when nə vaxt ki the fire start in the library. Yerdə harda olması baş verilən yerdə həmişə sonda gəlir. İndi baxırıq say-yə. Complete the text with the correct form of verbs in brackets. Deməli zamanları düz qoymalıyıq. Keçmiş zaman qoymalıyıq buradan. Last summer keçən yaydan söhbət gedirsə, əlbəttə ki keçmiş olacaq. I went. Go-nun keçmişi went-dir. To Los Angeles to stay with my cousin for a few weeks. Deyir, keçən yay mən deməli getdim Los Angeles'a qaldım mənim kuzenlərimlə. Neçə həftələr. One afternoon, günorta biz have nə olacaq? Əlbəttə ki have keçmişdə had olur. Have has keçmişdə had olur. Have cəmlərindən işlənir, had təklərindən. İndi 2 yazaq had. Lunch a nice restaurant instead of my cousin. Get keçmişdə got olur. Sonra baxırıq while she speak keçmişdə spoke olur. Noticed olur. Sit olur elə. Sonra I was alone. Decided ed artırırıq sonuna. Sonra deyir go dedik keçmişdə nə olur? Went. Sonra say nə olur? Saw olur. Yox, said olur. Said yazılır. Stopped olur. Sonra passed olur. Ed artırılır. Görürsüz, deməli qaydalı və qaydasız olur feillər keçmişdə. Ed artıran bir sıra, yəni iki ilə bölünür. Bir ed artıranlar, bir də kökündən dəyişənlər. Take to olur. Sonra come olur. Smiled olur. Bu belə. Looked olur. Laughed olur. Gördüyünüz kimi ed artırdıq. Kökündən dəyişənlər də kökündən dəyişdi. İndi baxaq bura. Burada nə deyir bizə? Burada da at in on prepositionlarını yenə qoyduq. My car. Baxın, my car. Biz maşının içində oturduğumuz üçün in my car olur. In my room. Otağın içində olduğumuz üçün in my room olur. I have a poster in the wall. Divar. Of my stolun üzərindən həmişə söhbət gedir olduğu üçün on olur. Yaşadıkları yerdən, şəhərdən söhbət gedirsə in olur. She lives in the city, in the
Deməli, harda qaldıq? Harda qalmışdıq? Hə. In Munich, yəni şəhər olanda in artırırıq. In the city işlənir. Shelf-lə on işlənir. Rəfin üzərində on the shelf. Cupboard-la da in işlənir. Çünki burada içindən söhbət gedir. They swam in the sea. Sonra walk in the park işlənir. Sonra at the end. End həmişə ətlə işlənir. Yadınızda saxlayın. Sonra at the corner, koridor ətlə işlənir. İndi baxırıq təzədən burada. Baxırıq. Gəlin burada baxaq. At, in, on. Hansını qoymalıyıq və ya heç birini. Birincisi zaten qoyulub. Baxın, rəqəmdən əvvəl at qoyulmalıdır. İndi baxaq. I hate driving night. Night gecə deməkdir. Night ətlə işlənir. At night. Getting up early. Early erkən deməkdir. Boşluq. The morning. Deməli, məsələn, səhərdir, gün ortadır, axşamdır. Məsələn, in the morning, in the afternoon, in the evening. Bunlar hamısı in the ilə işlənir. Yadınızda saxlayın. Və məsələn, in the morning səhər deməkdirsə, good morning də sabahın xeyir deməkdir. Son əvvəllərini qudartırdığımızda artıq bu sabahın xeyir, gün orta xeyir, axşamın xeyir olur. And working həftədən söhbət gedirsə in olur. Sonra burada baxın Monday. Monday həftənin günüdür. Həftənin günlərindən söhbət gedəndə hamısına 10 artırırıq. Sonra baxırıq, baxın yenə evening axşam demək olduğu üçün in the evening oldu. In midday baxın həftənin günü 10 oldu. Sonra burada da həftənin günü Friday 10 oldu. Baxın afternoon. In the afternoon olur. Sonra bayramlar, Christmas bayramı ətlə işlənir, at Christmas. Sonra tarix in, baxın burada da inlə işlənir, burada isə ətlə işlənir, çünki sadəcə il verilib. Burada baxırıq. Again, in the summer, yayda, fəsillər inlə işlənir. Weeks in August və aylar inlə işlənir. Burada da sözlərin deyilişini tələffüz edirik. Famous, similar, later, national, dramatic, photograph, garden. Garden bağça deməkdir. Memorable, woman. Woman da qadındır. Digərlərini demişdim. İndi burada da baxırıq sözlərin tərcüməsini yazılıb. Balkoni, non, yəni isimdir, balkon deməkdir. Exhibition, sərgi, the news, xəbər, stone, daş, feeding, toy, attacked, baxın, verbdir, hücum etmək, shoot, qışqırmaq, verb xəbərdir, immediately, verb, adverb daha doğrusu zərfdir, luckily, adverb, uğurlu, bu da zərfdir, suddenly, qəfildən, adverb, bu da zərfdir. İndi baxırıq burada, deyir ki, study idea, bizə görəv verir. Look at the pronunciation column in more words to learn. Remember that this marks the stress in the syllable. Underline this syllable in the word column. Practice the words. Remember. Deməli və questions time, suallar zamanı. İndi biz bu suallara özümüz cavab verməliyik. Özümüz bu sualları verib cavab verib və bir mətn yaratmalıyıq. Ki məsələn, what were you doing at last night? Deyirsən, nə edirsən axşam 6-da? Söhbət axşam 6-dan gedirsə, sizcə AM olar, yoxsa PM? Axşam 8-dən daha doğrusu. Axşam 8-dən gedirsə PM olacaq. Amma səhər məsələn 6-dan gedirsə in the morning AM olacaq. Good in the morning yazılıb, bilirik ki, səhərdir. Ona görə də AM. Bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə görüşəncək.